də belə olub. Quran buyurur ki: "Və ma ərsalnake və ma ərsalna min rasulin illə kanu bihi yestehziun." Buyurur ki, biz elə bir peyğəmbər göndərmədik ki, onu ələ salmasınlar. İstisna qoymur. Deyir, nə qədər peyğəmbər göndərdi, hamısını ələ saldılar. Hamısını məsxər elədilər. Hamısına güldülər. Niyə bəzən dindar, məsələn, cahil kimi görünə bilir, bəzi adamlar üçün nadan kimi görünə bilir, bəzi dindarlara da bu ilə bağlı bir kompleks yaranır, bu adın üstlərindən götürülməsi üçün çalışırlar, yavaş-yavaş görsən dindarlığından qurban verirlər ki, tək mənə amandır, bu sözləri deməsinlər, yəni ona görə hətta dinlərinin bir hissəsini qurban verirlər ki, cahil kimi görünməsinlər, nadan kimi görünməsinlər və s. Niyə görə bax bu şeylər baş verir? Dindarlıq və dinin çox bu qədər təbliğinə və izah olunmasına niyə ehtiyac var ki? Bax, hər il biz danışırıq, bizdən söhbət etmirik, 100 illərdə danışılır, gələcəkdə danışılacaq, kitablar yazılır, bu qədər bu din ətrafında. Səbəbi bir cümlə ilə demək istəsək, səbəb budur ki, dindarlıq və din və dindarlığın izaha ehtiyacı var. Səbəb budur ki, din olduqca çox dərindir, dərin bir anlayışdır, bir həqiqətdir. Din insanın tək bu gününü görmür, din insanın gələcəyini, sonunu, son deyəndə ki, əbədiyyətini görür. Dinin qaydaları bütün bunları nəzərə alır. İnsan sonsuzluq istəyən əbədi bir varlıqdır, insan dərin varlıqdır. İnsan o qədər dərindir ki, öz vücudunun bir hissəsindən özünün xəbəri yoxdur. Yəni, insan öz ehtiyaclarının bir hissəsindən xəbərsizdir. İnsanın özündən gizli hissəsi var, insan bu qədər dərindir. İnsanın bəzi ehtiyacları var ki, insan elə bilir ki, onda o yoxdur. Amma dərinə getdikcə o ehtiyaclar var insanın daxilində, vücudunun dərinliyində. İnsan bu öz ehtiyaclarını görmür, amma din görür bu ehtiyacları. Din görür, dərinliyi görür, ehtiyaclarını görür və ona uyğun söz deyir, insan başa düşmür və bəzən gülməyə gəlir. Çünki həm özü dərindir, özündən baş çıxartmır. Həm də din insanın dərinliyinə uyğun hökmlər deyir ki, insan başa aça bilmir. Bunu mənə qulaq asan ziyalılar yaxşı başa düşər. Əgər qərəzsiz olsalar, mən nə danışıram? İnsan şunas adamlar, insanı tədqiq edən insanlar. Din ona görə izaha ehtiyaclıdır. Çünki dini hökmlər dərindir, mürəkkəbdir. Çətin mənasında yox ha. Mürəkkəb deyən çətin yox. Dini hökmlər çətin deyil, mürəkkəbdir, dərindir, dərin qatları əhatə eləyir. Səthi ağılda olan adamlar başa düşmür və dini qeyri-rasional hesab eləyir. Deyir, bu ağla batan şeylərdir. Orta ağıllar üçün deyil din. Orta ağıllar baş çatmır. Nədir məsələn, 12 saat yemək yemə, su içmə, nədir bu? Bəzi adamı belə deyir. Sən Allah canınıza zülüm eləməyin, valla gedin çörək yiyin. Deyirlər, desən bəzilər gülür. Vallah bekar qalmışsınız, 12 saat az qalır, mənə cənnət verəcəklər. Başa düşə bilmir. Ya biri deyir, əyil dur məsələn, nə olur? Mənim elə ürəyim Allahla. Durdum, indi o ayaq üstə durdum, əyildim, başımı yerə, nə olur ki bu ilə? Nədir bu mənası? Elə qəlbim Allahlandır, mən də özüm dua eləyirəm elə. Siz namaz qıldığınızdan daha çox mən dua eləyirəm gün ərzində. Mənim ürəyim belə təmizdir, filan, hamısını danışırlar. Bizə elə gəlir ki, asandır buna cavab vermək, amma o qədər asan deyirsiniz. Biz elə bilirik ki, bir adam məsələn
Ona görə rahatca. Allah da var. Mən sual versin ki, mən hər namazın sayından daha çox sual versin. Namazın sayından daha çox mən Allahla gündə danışım, münacat eləyim. Vacibdir mən bu namazı qılım. Nə mənası var? Cavab ver. Məqsəd Allahla danışmaq deyil, mən danışıram. Səndən də çox danışıram. Bütün gün Allahla danışıram ümumiyyətlə. Məsələn, bu nə hoqqadır çıxartmışsınız, məsələn, belə yəni, elə deyən filan elə. Cavab vermək lazım. Din o qədər də səthi bir şey deyildi, 2 vur 2 4 bitdi. Dinin izaha ehtiyacı var. Din dərin adamların əyninə biçilən bir şeydir. Səthi adamlar bu dindən lazımı qədər bəhrələnə bilməyəcək. Səthi düşüncəli adamlar. Bir gün gələcək, mən bunu sizə deyirəm, ya öləcək, ya qalacaq, görənlər görəcək, inşallah qismət olsun görək, amma olacaq mütləq. Bir gün gələcək ki, bir adam dindar olanda deyəcəklər, hə, dərin adam idi, elə bundan gözlənilən idi. Bu zəkanın sahibi elə dinə gəlməli idi. Bir gün gələcək, din sizə deyəcəklər ki, əcəb anlamaz adamdır. İndi elə demirlər. İndi əksinə, hələ ki, deyirlər ki, cəmaat ateist olur ki, desinlər, mən dərin adamam. Ateistdir. Məsələn, Allahı inkar edin, desinlər, bəh, bu ziyalı adamdır. İnanın, çox ateistlər var, çoxsun adam baxır da qıraqla, natamamlıq kompleksləri var. Elə bilirlər ki, Allahı inkar edəndə adam qəşəng oğlan olur. Məsələn, Allah yoxdur, cəmaatda tərifləsin bunu. Amma sən bu ziyalıdır. İndi hələ force eləyə bilir ateistliklə. Bir ara lap çox force eləyirlər. İndi biraz hələ moddan düşüb. Bir ara lap, hələ bizdən də yəni bir neçə illər bundan öncə, nə bilim, il müəyyən eləmək çətindir. Amma hələ də qalıb bunun force'u. Bir gün gələcək ki, force eləyənməyəcək, deyəcəklər, bu necə anlamaz adamdır ki, dini qəbul eləməyib. Belə bir gün gələcək. Və Allah bunu deyirdi onlar haqqında. Əla innəhum humus sufəha. Deyir, onlar səfehlərdir. Allah bunlar haqqında deyir. Səfehdirlər onlar. Ağılsızdılar. Allah Quranda kimsə təqqir edir, yox, adını deyir. Bunlar doğrudan da ağıl yoxdur bunlarda, o mənada deyir, səfehdirlər. Ağılları yoxdur bunlar. Hələ ki biz bunu deyə bilmərik. Gərək bu yeri gəlsin, çatsın, hər öz yerində olsun. Din dərindir deyə qəribdir. Namaz qılan çox olmağına da baxma, başa düşən azdır bu dini. Çünki çox dərindir. Necə ağıllı adamlar qərib olur cəmiyyətdə? Ağıllı adamlar hər dövrdə qəribdir cəmiyyətdə. Din də qəribdir. Adam namaz qılan çox olsa da, az da olsa, fərq eləmir. Din həmişə qərib olub, hələ də qəribdir. Niyə görə? Çünki çox dərindir, başa düşən azdır. Din zahirən bizim bəzi səthi istəklərimizə ziddir. Zahiri, bax, qulaq asın bu söhbətlərə, vacib, lazım olacaq gələn söhbətlər üçün. Din bizim bəzi səthi, zahiri istəklərimizlə toqquşur. Cəmaat ona görə başa düşmür dini. Deyir, gəlib mənim istəyimi niyə vurur? Niyə görə? İstəyirəm qabağını alır. Çünki öz dərinliyindən xəbəri yoxdur. Öz dərinliyindən xəbərdar deyil. İnsanın dərin qatlarında ciddi ehtiyacları var. Din onlara cavab verir o ehtiyaclara. Bu baxır 5-10 dənə zahiri ehtiyacına, görür ki, din düz gəlmir onlarla, uyğun gəlmir. Başa düşürsünüz? Dərin düşünə bilmir, inkar edir. Deyir, bu dinin davası elə mənim istəklərimləndir. Qoymur, mən dinc yaşayayım. Deyir, bunu eləmə, onu eləmə, bunu eləmə, bunu eləmə. Mənim neçə dənə istəyim var ki, 5-10 dənə istəyim var, onunla da gəlib din dava edir. Başa düşmür ki, anlamır ki, sənin istəklərin qat-qatdır, qat-qat gedir.
Sən gördüyün 10 dənə istək deyilsən. Adam elə bilir ki, istəyi bir sürədir. Acdım, yemək verin. Elə bilir bu qədərdir. Susadım, su içim. O ki, özündən xəbər verən istəkli var, üzdədirlər, səsküyləri çoxdur. O saat deyir, yemək verir, o saat deyir, bu cinsi meyllər falan, hamısının səsküyü. Elə bilir bunlardan ibarətdir özü. Özünün içindən xəbəri yoxdur ki, nə aləm var içində, nə istəklər var. Dini də görür, üzdə olan istəklərə zid. Deyir, nə oldu bu? Gəlir elə mədil olmasız. Başa düşmür. Anlaya bilmir. İki dənə cavab. Din sənin dərin ehtiyaclarına cavab verir. Dərin ehtiyacları. O da sənin istədiklərində ya. Əslində, mən bunu keçən illərdə demişəm. Din gəlməyib və istəyinlə mübarizə aparır. Din gəlib istədiyi verə. Amma sən tap gör nə istəyirsən. Sən elə bilirsən filan şey istəyirsən deyə, elə bilirsən ki, din qoymur sənin istəklərinlə mübarizə aparır. Xeyr. Din deyir, istəklərinlə mübarizə aparır, deyir, o sən deyilsən. O istəklər sənin heyvanlarla şərik istəklərindir. O sənə məxsus istəklər deyil. İnsan kimi sənin fundamental istəklərin var ki, din gəlib o istəklərə cavab verməyə. Adam bunu görmür, ona görə uyğunlaşa bilmir dinlə. Din bəzi üzdə olan istəklərə zid gəlir deyə adamlara çətin gəlir onu qəbul eləməyə. Sən bilsən necədir, sən özü öldürürsən, filan şey istəyirəm, filan şey istəyirəm, din gəlir soyuqqanlı bir sənədir. Deyir, əhəmiyyətsiz şeydir, fikir vermə, istəmə onu, sən əsəbləşirsən. Sən yapışmırsan axı o istəkdən, sənə ağır gəlir. Din o qədər etinasız yanaşır bəzi şeylərə, deyir, bu istənilməz şey deyil. Sənin özün istədiyin deyil, özün özü aldadırsan. Sən bu deyilsən. Sən də ki, yapışdın, istəyirsən axı. Din ki, deyir, istəmə, bu sənlik deyil, sənin istəyin deyil. Sənə elə gəlirsən, bunu istəyirsən, qıcıqlanırsan. Dinlə uyğun gəlmirsən. Dava düşür dinlə. Dindar olmaq üçün dərin düşüncəyə ehtiyac var. Bu sözləri yadınızda saxlayın. Noğruzu izah eləmək üçün çox dərin düşüncəyə ehtiyac yoxdur. Noğruzun tarixi falan elmi nöqteyi nəzərdən qədimdir, ha? Söz yox. Çox qədim, böyük bir bayramdır. Tarixi kökləri çox qədimdir. Barəsində kitablar yazılır falan. Nəyə demək istəyirəm? Bir ayin kimi Noğruz ayini. O qədər də cəmaatın izaha ehtiyacı yoxdur ki, Noğruzu başa salasan ki, cəmaat qəbul eləsin. Fikir verin, bir adamın Noğruz barədə sualı var ki, mən niyə Noğruz bayram keçirməliyəm? Çıxaq biz də minbərdən, illərlə danışaq Noğruzun fəzilətlərindən, Noğruz budur, Noğruz. Niyə danışmırıq? Çünki səthidir, üzdədir, bahar gəlir, cəmaat sevinir, şəkərbura pişirir, paxlava pişirir, gedir bir-birinin evinə, qonaq gedir. Ziyarət edir, qəbirstanlığa gedir. Hər şey yaxşıdır, yaxşıdır. Sevinir, şadlanır. Özünə zor demir ki, bunu eləmə, bunu gedir. Könül xoşluğuyla onları eləyir. Sual da doğmur. Problem yoxdur axı onun üçün. Novruzdur, bayramdır və buna heç bir izaha ehtiyacı olmur. Amma hər il Ramazan ayı gəlir, oruz gəlir. Gəlir, deyir ki, sənə bu orucun dərin təsiri var. Sən özvə bu müddətdə yox denəm, filan elə, filan elə. Çoxu başa düşə bilmir ki, nə təsiri var bu orucun mənə. Oruz deyir ki, din deyir ki, oruç tutmaq üçün deyil, orucu sevmək, oruc sevilmək üçündür. Yəni, oruca aşiq olmalısan sən. Sən gözləməlisən ki, ay Allah, Ramazan ayı gəlir. Nə gözəl. Çoxumuz burada oturanlar da yəqin başa düşmür. Orucu tutaq, bu sevgi hardan çıxdı? Vacibdir tutmuşuq. Aç susuz gəlib oturmuşuq, dodağımız quruyub. Deyirsən ki, orucu gərək sevəsən. Burada da mənə bağışla, mən bacarmayacam. Nəyini sevmə orucu? Nə sevilməli bir şey var? Həqiqətən razısızdır. Nə sevilməli bir şey var, bəzi adam deyir. Orucu da tutmuşam, vacibdir. Nəfsimlə mübarizə aparıram. Oruc məni sevindirsin, oruca aşiq olum, gözləyim, 11 ayın sultanı gəlsin, Ramazan ayı gəlsin, ayrılanda göz yaşı töküm.
Bunu başa salmaq lazım. Bunu rahat başa düşmür. Bunu rahat anlamır. Allahın sözü budur ki, oruç sənin ehtiyacların manəsi deyil, ehtiyacların cavabıdır. Sənin dərin ehtiyacların var ki, oruç o ehtiyaclara cavab verir. Sənin ruhun dərin qatında ehtiyaclar var ki, oruçsuz o ehtiyaclar təmin olunmur. Odur ki, ruhun əslində toy bayram eləyir. Çünki ruhun dərin qatında olan istədiklərini verirsən. Üzdə olan istəkləri var ya, yemək içmək. Onları azaldırsan ki, daha fundamental istəklərini verəsən. Əslində elə sənin istəklərinin cavabıdır din. Sadəcə olaraq sən özündən baş açmırsan. Dünya yiyib içməyimə mən acından ölürəm. Çünki istəklərinin bundan ibarət olduğunu düşünür. Deyir, 5 günlük dünyadır, mən istəyirəm filan şey, din də gəlir qoymur bunu. Əvvəla din heç bir istəyə tam qadağa qoymur. Belə bir şey yox. Tam desin olmaz, belə şey yox. Hədd qoyur. İkincisi də, din bəzi səthi istəklərə hədd qoyur ki, sən daha fundamental istəkləri kəşf eləyib onların cavabını alasan. Yoxsa sənin vücudun bir hissəsi işlənməmiş qalır. Mən keçmişdə demişəm, bu telefonun funksiyaları çoxdur da. Mən məsələn azını bilirəm, cavan uşaqlar görsən çoxunu bilir. Adam da var bir dənə yes no knopkalarını tanıyır. Adam da var, yox, ver ona danışsın sənə, onu belə eləndə belə olur, bunu belə, hər şey əzbər bilir, bunun nə qədər funksiyası var, bundan nə qədər yararlanmaq olar. Bütün dünyanın indi bilir də, kitabxanası buradadır, hər şey. Adam var elə bil ki, bilməyə, deyək ki, mən bu ilə zəng eləyə bilirəm. İnsan vücudu da belədir. İnsan vücudu var, adam var ondan 1% istifadə edir, adam var 5%, adam var 100%. Din gəlib o bütün o vücuduna gizli hissəsini də aşkar eləsin, sənə göstərsin ki, sən ehtiyacların var, nə qədər funksiyaların var, sən xəbərin yoxdur. Sənin üçündə o qədər funksiyalar var, o funksiyaları işlətməmiş qalmısan, adam var elə ölənəcən 1% özündən işlədə bilir. 1-2%. Elə də gedir qəbrə. Təptəzə. Amma orada təptəzə olmaq lazım deyil. Orada işləndikcə böyüyürsən. İşləndikcə, işlətdikcə öz istedadlarını, gizli qatlarını üzə çıxardıqca daha da dərinləşirsən. Novruz kimi bir şey deyil din, adət, ənənə kimi. Deyir, oruz gəlir. Sənin bəzi ehtiyacların qabağında dayanacaq bir ay. İnsana toxunur. Deyir, niyə görə? Bəziləri ona görə tutmur. Tutmur əməlli başlı oruc. Dinə əməl eləmək adət, ənənə deyil. Əməl etmək üçün özü qane eləməlisən və vadar eləməlisən. Özün gərək qane olasan. Bax, bir dənə incə məqam deyim sizə, həyatda da görmüşəm bunu təsdiqin. Bəziləri din çox dərindir və ona əməl eləyə bilmir. Əməl eləyə bilmir, özünə sığışdırmır bunu desin ki, əməl eləyə bilmirəm. Bilirsiniz, nə eləyir? Deyir, əşi, xurafat şeylərdir. Ya deməlidir, mən bacarmıram, özünə sığışdırmır. Bəzi dindarlar görmüşəm belə, 1 il, 2 il, 5 il havaya düşüb, 10 il, 15 il. Sonra alınmayıb, neynəməyə başlayıb? Başlayıb dinələ salmağa. Sığışdırmır desin ki, mən bacarmadım. Boş-boş şeylərdir. Xurafat şeylərdir. Özü vay bu adamın əlindən. Dindarın sonradan dinsiz olanı çox təhlükəli olur.